Növbəti hədis. Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, kim mənə bir salavat söyləyərsə, Allah ona 10 salavat söyləyər. Hədisi İmam Müslim deyir. Yəni, salavatın sözlərini bilirsən. Ən kamil olanı namazda dediyindir. Allahümme salli ala Muhammedin və alə əli Muhammed kəmə salleytə alə İbrahimə və alə əli İbrahim innəkə hamidun məcid və s. söyləyirsən daxra ki. Və yaxud da ki, sallallahu aleyhi və alə əlihi və səlləm. Və yaxud da ki, Allahümme salli və səllim alə nəbiyyinə və s. Bu belə salavatın sözləri var da, ləfzləri müxtəlif. Hər bir halda salavat demək, xüsusən cümə günü ən əfsəl əməllərdən biridir və kim ki, Allah Rəsuluna bir salavat gətirərsə, Allah ona 10 salavat gətirər. Görürsən, bir əməli mükafatı neçə oldu? 10. Quranda da buna işarə var. Allah Teala bir əməli görsən 10-la mükafatlar. Hətta ondan 700 və 700-dən daha artıq. Bax, ayədə keçir ki, Allah Teala buyurur ki, Mən cəə bil həsənəti fələhu əşru əmsəlihə. Kim yaxşı əməllə gələrsə Allahın huzuruna, ona gətirdiyin 10 qat əvəzi verirlər. Bir salavat gətirdin, neçə salavat qazandın? 10. Allahın da bəndəyə salavat deməsi nədir? O bəndəni öz dərgahında tərif etməsidir, səna etməsidir. Mələklərin və insanların salavatı nədir? O insan üçün nədir? Dua etməsidir. Onun üçün Allahdan bağışlanma diləməkləridir. وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ. Kim də pis bir əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər, onlara haqsızlıq edilməz. Allahın bizə olan rəhmətin lütfüne bax. Salih əməl edəndə 1-ə 10, rivayətlərə görə ondan 700 və daha artıq, lakin günah eləyəndə 1-ə 1. Subhanallah, Allahın mərhəmətinə bax. Ona görə sələflərin bir sözü deyir ki, təklikləri, onluqları keçən kəsin vay halına. Necə də pis bədbəxt bir insandır. Yəni, bir günahın cəzası nədir? 1-dir. Bir mükafatın cəzası nədir? Mükafat nədir? 10-dur. Bu təkdir, bu cütlükdə belə deyək də. Yəni, nə bədbəxt insandır ki, təklikləri cütlüklərini keçib. Və yaxud da vay o insan halına ki, təklikləri cütlüklərini ötüb keçib. Allah qorusun o halda. Ona görə salih əməllərdən uzaq düşmək lazım deyil. Əməlin kiçikliyinə, böyüklüyünə, sadəliyinə, pəsitliyinə baxma vallahi. Tək ki, salih əməl olsun. Xurmanın yarısı qədər də olsa özünü cəhənnəm əzabından qor, necə hədisə gəlir. Vallahi görərsən ki, Allah Teala o əməli elə böyüdər, qiyamət günü dağ boyda qarşıva çıxar o əməl. Dağ boyda. Ona görə salih əməlləri xor baxmaq lazım deyil. O əməlləri yerinə yetirmək lazımdır. Həmçinin bu salavatla bağlı deməli, bir başqa bir hədisdə deyir ki, sahabə deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm üzündə təbəssüm olduğu bir halda deyir, qarşımıza çıxdı. Biz dedik ki, ey Allahın Rəsulu, sənin üzündə bir müjdə, bir sevinç, fərəh görürük. Dedi ki, mənə deyir, bir mələk gəldi və dedi ki, ey Muhammed, sənin Rəbbin belə buyurdu, ey Muhammed, ümmətindən sənə bir salavat gətirənə 10 salavat gətirməyim. Bir salam söyləyənə də 10 salam söyləməyim səni razı salmazmı? Ey Muhammed, Allah xitab edir. Rivayətdə gəlir ki, deyir ki, bələ. Deyir, əksinə Allah, ey Rəbbim, bəli, məni razı salar. Deməli, deyir ki, hədis sənə göstərir ki, sən bir salavat gətir, Allah sənə 10 salavat gətirəcək. Ona görə deyir, mənim üzümdə sevinç, fərəh var. Mələk gəldi, bu müjdəni mənə verdi. Deyir, bir salavat gətirənə 10 salavat verməyim, bir salam deyənə, yəni sənə ey Muhammed, mən də 10 salam deməyim, ümmətinə görə səni razı salmaz ey Muhammed. Ümməti haqqında Allah-u Teala Peyğəmbərini razı salır. Deyir, ona görə üzümdə sevinç, fərəh, müjdə var. Gör, sən Peyğəmbərə salavat gətirdin. Allah-u Teala Peyğəmbərinə salavat gətirdiyinə görə sənə 10 dəfə artığını verir. Allah-u Akbar. Bana deyirsən, Peyğəmbər sallallahu aleyhi ve sellem bu ümmət sonunda haqlarını bildi, yoxsa yox? Görsən, həm də bizə bir lütfdür. Peyğəmbərinə salavat gətirirsən, Allah bunun müqabilində 10 salavat gətirir. Salamlayırsan, 10 dəfə artıq səni salamlayır. Ona görə bu salih əməldən geri qalmaq lazım deyil. Həmçinin digər rivayətdə yenə təkid olsun deyə hədisdə keçir ki,
Kim mənə bir salavat gətirərsə, mən də ona 10 salavat gətirərəm. Onun 10 günahını yuyarım və onun 10 dərəcəsini qaldıraram.